O səssiz idi, sakit idi. Amma içindəki fırtınalar meydana çıxanda hamı sadəcə olaraq onu izləmək məcburiyyətində qalırdı. Zinəddin Zidan. Sürətli oynamağına arası yox idi. Amma hamıdan həmişə bir addım öndə idi. Çünki o əvəz edilməz playmaker, möhtəşəm virtuoz və heyran edici janglyor idi. Miqrant bir ailənin övladı idi. O Marselin kasıb məhəllələrində böyümüşdü və futbol oynamağı beton meydançalarda öyrənmişdi. Zidan sakit, emosiyasız və temperamentsiz olduğu üçün onu heç vaxt lider kimi dəyərləndirməyiblər. Onu hətta elit fransız futbolçular sırasında heç kim görmürdü. O hələ tanınmayanda onun sakitliyini zəiflik kimi nəzərə alırdılar. Amma onun sakitliyi heç də zəiflik əlaməti deyil idi. Bu xüsusiyyəti ilə meydanı oxumağı, hamını müşahidə etməyi bacarırdı. Zidan Fransa yığma komandasını çempion etdi. Öz oyunu ilə bütün dünyanı heyrətə gətirdi. Zidan sürətli futbolçu deyil idi. Çox danışmağı da sevmirdi. Amma meydandakı oyunu hamıdan sürətli oxuyurdu. Və bir an var ki, təəssüf ki, hamı onu bununla xatırlayır. Bəli, bu bir səhv idi. Kimlərsə buna görə ona haqq qazandırırdı. Amma Zidan heç vaxt mükəmməllik iddiasında olmayıb. O da bir insandır və səhv edə bilər. Zidan bizə bunu öyrətdi. Böyüklük səhv etməmək deyil, bütün keyfiyyətlərinlə insan qalmaqdır. Biz çox şanslıyıq ki, Zizou ilə eyni dövrdə yaşamışıq. Çünki belə bir futbolçu bir daha dünyaya gəlməyəcək.